Dostlar, bugün sizə soğanda belə yaşıl mavi kifillik haqqında danışacağım. Deməli, əgər bunu yaradan Pennsilium digitarium göbələyidir. Pennsilium itaricum göbələyi ilə də bənzədilə, oxşadıla bilər. Yaxından göstərim. Fərq odur ki, biri zeytuni kifillikdir, biri isə mavi kifillikdir. Bizdə olan isə zeytuni kifillik Pennsilium digitariumdur. Deməli, meyvə tərəvəzdə rast gəlinir. O cümlədən soğanda saxlanma zamanı rütubət şəraitindən çoxalır. Nə üçün təhlükəlidir? Bu göbələk mikotoksinlər, zərərli maddələr ifraz edir. Əgər zədələnmiş və kiflənmiş soğan yeyirlərsə, mədə bağırsaq problemləri yarada bilər. Allergik reaksiya və tənəffüs yolları problemlərinə səbəb ola bilər. Qarşısını necə almaq olar? Soğanı quru, havalı və sərin yerdə saxlayın. Zədələnmiş və ya yumuşalmış soğanları ayırın, çünki onlar göbələk üçün ümumi şəraitdir. Birindən digərinə keçir. Kif görsəniz, həmin hissəni kəsmə ilə yəni kifayət deyil. Bu soğan ümumiyyətlə tullanmalıdır ki, digər saxlanıc yerlərdə digər soğanlara keçməsin.